Deməli, Aytac, gəlin bir suala baxaq. Nə deyir bizə? Müəllim redaktor olması üçün şagirdə informasiya həcmi 5 megabayt olan sənədi sürəti 222 bit bölünsün saniyə olan rabitə kanalı vasitəsilə ötürür. Okey, burada bir ötürmə baş verir. Şagird sənəddəki məlumatın 5/3 hissəsini silib, sənədə bu ölçülü, bu rəng paletdə yaradılmış 2 təsvir əlavə olunur. Sonra hər sətirdə Unicode'da kodlaşdırılmış 64 simvol olan 64 sətirli 4 səhifəlik mətn əlavə olunur və şagird almış yeni sənədi sürəti artıq bu dəfə bu formada olan, bu sürətlə olan kanalla müəllimə qaytarır. Məndən soruşulan odur ki, ilkin və sonraki sənədin ötürməsində birlikdə ən azı neçə saniyə sərf olduğunu müəyyən edin. Ümumiyyətlə, gərək buradakı ən az sözünün mənasına, ən az odur ki, hər hansı bir xəta baş vermədən, tutaq gecikmə olmadan, yaxşı sürətlə ötürülmüş, internet və yəni Wi-Fi qəşəng sürətlə olsun bu şəkildə. Yəni hər hansı xətaya yol verilməsin. Ən ideal halda sanki fizika sualı həll edirsiniz, deyir ki, ideal şəraitdə. Bu da sanki ən azı sözü o mənanı verir. Bunu bildik ki, ən azı nə üçündür? Əla. Deməli, artıq biz nə edəcəyik burada? Bir dəfə mən 5 megabaytı böləcəm 222 bit bölünsün saniyə. Əməlim niyə bölürəm? Çünki həcmi böləndə mən sürətə mənə verəcək zamanı. Bunu ümumiyyətlə elə qayda şəklində yadda saxlamaya bilərsiniz. Çünki həcmi, yəni biti böləndə, buradakı bit bölünsün saniyəyə, bitlər ixtisar gedir, qalır nə? Saniyə. Oradan da zamanın tapıldığını görə bilərsiniz əslində. Buradan müəyyən bir zaman tapacağıq. Bu birinci fayla sənədə ötürülməsinə sərf olunan zamandır. İndi gəldim ikinciyə. İkinci isə artıq sənədin üzərində bəzi dəyişikliklər olunub. 5/3 silinib, bu şəkildə 2 təsvir əlavə olunub, nə bilim Unicode'da, nə bilim falan filan bu şəkildə. İndi gələk birinci hissəyə. Birinci hissədə görün mənim 5 megabaytı böləndə mənim bu sürətə, yəni 222 bit bölünsün saniyə böləndə görüm neçə saniyə düşəcək. Baxın bu formada. Deməli 222 bit bölünsün saniyəyə bölürəm. Megabaytın 223 olduğunu bilirik, düzdürmü? Deməli 5 megabayt artıq 5 vurulsun 223 nədir? Bitdir. Bunu böləndə mən 222 bit bölünsün saniyəyə. Burada nə alınacaq? 222 ilə 223 gələcək, qalacaq 2. 2 vurulsun 5, 10 eləyir. Bitlər də getdi, qaldı nə? Saniyə. Deməli 10 saniyə artıq buradan gəldi. İndi gəldim ikinci hissəyə. Yəni 10 saniyə artıq birinci fayla, ilkin fayla sərf olundu. İndi gəldim ikinciyə. Deyir ki, şagird sənəddəki məlumatların 5/3 hissəsini silir. 5/3-ünü silibsə neçə hissəsi qalıbmış? 5-də 2 hissəsi qalıbmış. Deməli 5 megabaytı mən nəyi tapmalıyam? 5-də 2 hissəsini tapmalıyam. O da nə edəcək məndə? 2 megabayt eləyəcək. Əla. Sonra deyir ki, bu 2 megabaytın üzərinə 128 olsun 1024 piksel ölçülü və 256 rəngli paletdə yaradılmış 2 təsvir. Tamam, əvvəlcə görək bu təsvirin həcmi nə qədərdir? Görürəm ki, burada deməli piksellərin sayı 2/7, yəni 128 vurulsun 1024, yəni 2/10 deməkdir. Bu piksellərin sayıdır. Bunu nəyə vurmalıyam əməlim? 256-ya. Xeyr, nəyə görə 256-ya vurmuram? Çünki bu palitrada olan rənglərin sayıdır. Sanki mənim palitramda neçə müxtəlif rəng var imiş? 256 rəng var imiş. Əla. Onda bəs müəllim nəyə vuracam? Mən bir rəngin kodlaşdırmasına sərf olunan bitə vuracam. Yəni 256 bit neçə ilə 256 müxtəlif rəng neçə bitlə kodlaşdırılacaq? 2/8-ə bərabər olduğuna görə 8 bitlə. Ona görə mən bunu nəyə vuracam artıq? 8-ə, yəni 2/3-ə vuracam. Daha doğrusu 2/3 bitə vuracam. Belə. Və bundan nə qədər deyir mənə? 2 dənədir. Deməli bunu da vuracam 2-yə. Mənim ümumi nə olacaq bu? Əlavə elədiyim təsvirlərin həcmi olacaq. 2 burada saydı. Baxın buradakı 2 saydı. 2 dənə təsvirdir ona görə. Bunu gəlin megabayta çevirək. Ona görə mən bunu nəyə böləcəm? 2 bitdirsə 2/23-ə bölərəm. Üzr istəyin. Deməli, hər hansı bir şey qalmadısa 128 2/7-dir, 1024 2/10-dur. 256 rəngli dediyinə görə 2/3-ə vurdum. Və 2 dənə təsvirinə görə 2-yə vurdum və 2/23-ə bölürəm. Ay müəllim, niyə? Çünki megabayta çevirməliyəm ona görə. Və buradan da nə edir bu? 2/21. 2/21 bölünsün 2/23 megabayt eləyir. Yəni o da bərabərdir nəyə? O da bərabərdir 4/1 megabayta. Yəni 0,25 megabayt. Əla. Artıq mən 2 megabaytın üstündə bunu gələcəm. Ondan sonra deyir ki, hər sətirdə Unicode'da kodlaşdırılmış 64 simvol olan 64 sətirli 4 səhifəlik mətn əlavə olunub. Deməli artıq deyir ki, bu simvolların sayını nəyə vurmalıyam mən? Unicode deyə ona görə 2 bayta vuracam. Düzdürmü?
Düzdür. Yəni üzərinə bunun gələcək mətn informasiyası, hansı ki, hər bir simvolu 2 baytla kodlaşdırılır, çünki Unicode-dadır. Və neçə simvol var, ümid gəlin baxaq. Deyir ki, hər sətirdə 64 simvol var və 64 sətr var. Və bu səhifələrin sayı da 4 dənədir. Deməli, artıq onda simvolların sayı olacaq. 2 üstə 6, yəni 64 vurulsun. 2 üstə 6, o da sətirlərin sayıdır. Vurulsun, neçə? 4 səhifə, 2 üstə 2. Və bunu nəyə bölməliyəm mən meqabayta çevirmək üçün? 2 üstü 20-yə bölməliyəm. Ay müəllim, niyə? Çünki baytda axı bayaqdan biti çevirdi deyə 222-yə böldük, amma indi 220-yə bölməliyik. Çünki baytdan meqabayta çevirirəm. Bit olsaydı 223-ə bölərdim. 2 üstə 6, 2 üstə 6, 2 üstə 12, 2 üstə 1, 2 üstə 13, 2 üstə 13 üstə gəlsin, 2 üstə 2 nə qədər eləyir? O da eləyəcək 12, 13, 14, 15. 2 üstə 15 bölünsün 2 üstü 20. Bu da nəyə bərabərdir? 32-də 1 megabayta. Əla. İndi biz nə edirik indi? Deməli, bu dəfə artıq 2 megabaytın üzərinə mən bunu gələcəm. Bir dənə də bunu gələcəm. Artıq mənim aldığım nəticə mənim sonraki faylımın həcmidir. Aydındır? Onda mən nə etmiş olacağam? 2 megabayt üstə gəlinsin. Gəlin 0,125 ilə 4-də 1 yazaq. Üstə gəlinsin 32-də 1. Bu megabaytdır və növbəti faylımın həcmidir. Oradan da deməli, gəlin ortaq məxrəcə gətirək hamısını. 32, 64 üstə gəlinsin 8, üstə gəlinsin 1. O da bərabərdir nəyə? 72, 73. 73 bölünsün 32-nə megabayt. Əla. İndi məndən nə istəyirdi? Məndən istəyirdi ki, deməli, bu həcmdə olan faylı 218 bit bölünsün saniyə ilə köçür. Tamam. Deməli, artıq 73 bölünsün 32 megabaytı artıq bu dəfə nəyə bölməliyəm? 218 bit bölünsün saniyəyə. Deməli, bit bölünsün saniyədən danışırsa, artıq megabayt da gərək mən nəyə çevirim? Bitə çevirim. Yəni, 73 bölünsün 2 üstü 32, 2 üstü 5 deməkdir axı. 2 üstü 5 yazaq. Megabaytdakı 2 üstü 23-dür. Bitə çevirəndə. Bu da 2 üstü 18 bit bölünsün saniyə. Buradan da 2 üstü 13 ilə 2 üstü 5 ixtisar eləsəm qalacaq 2 üstü 18. 2 üstü 18 ilə 2 üstü 18 ixtisar eləsəm qalacaq nə? 73 nə? Saniyə. Bu da belə. Deməli, 73 saniyə buradan gəldi, 10 saniyə də buradan gəldi. Toplamda 83 saniyə elədi. Cavab da 83 saniyədir. Belə, əlavə sualınız olsa bildirin, təzədən izah edeyim.